Axşam çay içmək niyə məsləhət görülmür? İlk növbədə axşam çay içmək bizim yuxu keyfiyyətimizi aşağı salır. Qara və yaşıl çayın içərisində kafein maddəsi olduğu üçün bu maddə bizim sinirlərimizi oyadır və nəticədə sizin yuxuya getmə prosesiniz də zəifləmiş olur. Mən axşam çay içirəm və çox rahat yatıram deyənlər yəqin ki aranızda var. Lakin bildirim ki, bu cür insanlar səhər yuxudan oyananda özlərini çox halsız və yorğun hiss edirlər. Bax, bu içdiyiniz həmin çayla bağlıdır. Axşam saatlarında çay içmək bəzi insanlarda mədə turşuluğunu artıra bilir. Özəlliklə çay sidik qovucu təsir göstərdiyi üçün gecə müddətində sizin tez-tez oyanmağınıza və böbrəklərinizin gücə düşməsinə səbəb olur. Bir də axşam yeməyindən sonra içilən çay dəmirin bədənimiz tərəfindən sovrulmasını zəiflədir. Bu da zamanla insanlarda qan azlığına belə gətirib çıxara bilir. Əgər mənim kimi çay içməyi sevirsinizsə, çalışın ki, axşam saatlarında qara və yaşıl çay əvəzinə çoban yastığı, nanə yaxud da ki, melisa çayı dəmləyib rahatlıqla içə bilərsiniz. Bu həm sizin yuxu rejiminizi normaya salacaq, həm də sağlamlığınız üçün ümumi müsbət təsir göstərəcək. Videolarımızın davamının gəlməsini istəyirsinizsə, bəyən düyməsinə basmağı və kanalımıza da abunə olmağı unutmayın.